Salam, hər vaxtınız xeyirli olsun. Psixoklinik və oyun məktəbinin dəstəyi ilə Psixoloqun Sualı var adlı podkastımıza xoş gəlmisiniz. Bu günləri çox maraqlı, çox önəmli, hər bir valideyn üçün gərəkli olan bir mövzudan danışacağıq və qonağım pedaqoq Mədinə İsafilovadır. Mədinə xanım, xoş gəlmisiniz. Xoş gördük Ana. Sizi həqiqətən burada görmək mənim üçün çox özəldir, çox xüsusidir və istəyirəm ki, ilk öncə suallarımı ünvanlamamışdan öncə bir özünüz təqdim edəsiniz. Mədinə xanım kimdir və nə işlərlə məşğuldur? İbtidai sinif müəllimi, öncə onu deyim. Özümü belə təqdim etməyi çox sevirəm. Sonrası da xüsusi təhsil məktəbinin təsisçisi və rəhbəri, hansı ki biz burada uşaqları həmin o çalışdığım siniflərdə otuzdurmaq üçün çalışırıq. Mədinə xanım, bu günləri əslində pedaqoqlara ünvanlayacağımız suallar çoxdur. Hər bir valideyn ümumiyyətlə övladımızı dünyaya gətirdikdən sonra hər bir ananın bir belə deyək də övladı üçün bir arzuladığı bir yol var. İşte bağçaya getsin, məktəbə getsin, universitetə getsin. Bu üçlü ümumiyyətlə belə deyək, hər bir ananın xəyalı və arzusudur. Və bu proseslərdə hər bir ana əvvəlcədən həm uzun müddət bağça axtarır, daha sonra məktəb axtarır. Məncə məktəbdə eyni zamanda müəllim də axtarışında olur ki, uşağımın təhsili yaxşı başlasın. Çünki mən özümü tanıyandan həmişə böyüklər tərəfindən belə bir söz eşitmişəm. Əsas müəllimdir. Müəllim yaxşı olsa, uşağın təhsili necə qoyuldusa, davamı elə gedəcək. İstəyirəm birinci bundan başlayaq. Siz nə düşünürsüz? Həqiqətən əsas müəllimdirmi, yoxsa başqa faktorlar da təsir edir? Həm ana kimi, düz əvvəllər daha çox müəllim kimi bunu valideynlərimə məsləhət görürdüm. İndi həm də ana kimi düşünürəm ki, və valideynlərə də bunu demək istəyirəm ki, heç vaxt məktəb yox, müəllim axtarışında olmalıyıq. Çünki bizim övladımız məktəbə başlayandan sonra günün daha çox hissəsini həmin müəllimlə kontaktda olur və bunu yəqin özünüz də müşahidə eləmisiniz ki, bizim uşaqlarımız ibtidai sinif müəllimlərinə oxşayırlar bir qədər. Onların xarakterini mənimsəyirlər, hətta yerişini, duruşunu, geyimini belə mənimsəməyə çalışırlar. Ona görə həm bir ana kimi, həm də bir müəllim kimi mənim uşaqların belə deyək, kimdən tərbiyə alacağı, kim xarakterini mənimsəyəcəyi mənim üçün çox önəmlidir. Ona görə də müəllim axtarışında olmalıyıq məktəbdə. Bəli, mən də bu həqiqətən sizin fikirlə razıyam. Düzdür, məktəb, işte o şərait, bu çox önəmlidir, amma düşünürəm ki, müəllim öz sinifində belə bir dünya yarada bilər ki, hətta bəzən olur, məsələn, məktəbin şəraiti yaxşı olmur və yaxud da hamı istəyir daha şəraitli məktəbdə olsun, amma müəllim ki, içi qarışıq siz, elə bir şərait yaradır ki, uşaqlar o sinifdə başqa dünyada ola bilir. Siz müəllimsiniz, ibtidai sinif müəllimisiniz, amma siz adi müəllim deyilsiniz. Çünki sizin sinifinizdə belə deyək, xüsusi uşaqlar olur. Və siz adi müəllim deyilsiniz. Sizin sinifinizdə özəl uşaqlar var və siz uzun müddət sinifdə bu cür abu-hava yaratmaq üçün çalışmısınız ki, bunu mən bilirəm. İstəyirəm birinci növbədə bütün qonaqlarıma verdiyim sualı sizə də verim. Bu istəyiniz, bu xəyalınız necə formalaşdı? Çünki adətən arzular və istəklər belə deyək də daha rahat bir şərait üçün arzulanır. Amma sizin öz sinifinizə özəl uşaqları dəvət etməyiniz, onlara paralel dərs keçməyiniz vəziyyəti daha da çətinləşdirir. Çünki burada iki qat diqqət lazımdır, məsuliyyət lazımdır və bir çox indi siz sayacağınız faktorlar. Necə oldu bu məsuliyyətli və özəl arzu formalaşdı və siz həyata keçirməyə başladınız? Çox sağ olun, sualınız üçün. Ürəyim açılmağa başlayacaq indi. Əslində xüsusi layihəyə ehtiyacı olan uşaqlarla mən ta tələbəlik dövründən tanışam. 2-ci kursda təhsil aldığım dövrdən etibarən mən bu uşaqlarla tanış olub onların təhsilinə belə toxunmağa başlamışam. Amma məhz sinifdə olmaqları bu həqiqətən çox böyük məsuliyyətli bir müəllim üçün. Sinifdə xüsusi qayğıya ehtiyacı olan uşağın olmağı müəllimin yerində oturmamağı deməkdir. Kreslon var, amma otura bilməzsən. Bəli, 2 qat yox deyərdim, 5 qat daha məsuliyyətli, daha diqqətli olmaq deməkdir və daha fərdi yanaşma hazır olmaq deməkdir, daha çox buna hazır olmaq deməkdir. Və mən ilk fəaliyyətə başladığım dövrlərdə bu qədər, yəni məktəbdə ilk başladığım dövrlərdə bu qədər çox deyildi. Təəssüflər olsun ki, indi həddindən artıq çoxdur bu uşaqların sayı və təkcə mənim sinifimdə yox, dövlət məktəblərinin, bütün yəni adi orta məktəblərin deyərdim ki, 80-90%-də artıq siniflərimizdə xüsusi uşaqlar var, təhsil alırlar. Yəni biz istənilən halda buna hazır olmalıyıq. Bəli. Ümumiyyətlə adi autizm spektr pozuntusundan
danışacağıq. Çünki mənim də elə sizi ilk tanıdığım dönəmlərdə sizin bir səhv eləmirəmsə layihəniz var idi. Autizm Parti arxasında. Əslində mən istəyirəm bu podkastımızın adını da belə qoyaq, əgər icazə versəniz, Autizm Parti arxasında. Çünki mən çox belə fərqli gəlmişdi. Çünki biz psixoloqlar adətən uşaqları məktəbə qədər, dönəmə qədər hazırlayırıq ki, onlar rahatlıqla məktəbə gedə bilsinlər. Amma əlbəttə ki, təsdiqlənmiş diaqnoz geri götürülmədiyinə görə nə qədər yaxşı çalışsaq da o uşaqlar sizə elə o diaqnozla gəlirlər və diaqnozla da davam edirlər, amma onları həyata tutunmağına çox böyük dəstəksiniz. Buna görə istəyirəm burdan başlayaq. Ümumiyyətlə adi məktəb müəllimi autizm spektr pozuntusu haqqında nələr bilməlidir, nə qədər bilməlidir ki, bu işə belə deyək, qol qoya bilsin. Hardasa 1 il öncə bu sualı mənə versəydiniz, bəlkə də mən deyərdim ki, hər müəllim bunu bilmir, bilməyə bilər, bizə bunu universitetlərdə təhsillər olsun ki, öyrətmirlər. Amma indiki dövrümüzə baxanda, baxmayaraq ki, çox az bir vaxtı 1 il, öz məktəbimizdən də nümunə göstərə bilərəm, digər məktəblərdən də hər sinifdə, demək olar ki, hər sinifdə ən azı bir xüsusi uşaq təhsil alır. Bu isə o deməkdir ki, artıq hər bir müəllim, əgər bir şəxs müəllim olmağı qarşısına məqsəd qoyubsa, deyirsə ki, mən müəlliməm, müəllim olacam, mütləq ki, bunu nəzərə almalıdır ki, o xüsusi uşağa təhsil verə bilməlidir. Yəni artıq universitet öyrətmədi ki, universitetlərdə də artıq bu mövzularda bilirsiniz ki, xeyli irəliləyişlər var. Yeni hətta xüsusi pedaqoq ixtisası artıq formalaşıb bizdə. Yəni artıq hər bir müəllim demirəm, bilməyə bilər. Artıq deyirəm ki, bilməlidir. Çünki hər sinifdə hər müəllim bu cür uşaqla qarşılaşacaq. Bəli. Çünki mən həmişə bir sözüm var. Bunu uzun müddətdə, yəni həm belə düşünürəm, həm də dilə gətirirəm. Yaxşı pedaqoq, yəni uşaqların inkişafından xəbərdar olan pedaqoq bizim üçün çox köməkçidir. Yəni əgər bir pedaqoq uşağın inkişafı haqqında məlumatı varsa, inkişaf problemləri haqqında məlumatı var, ümumiyyətlə uşaq psixologiyası haqqında məlumatı varsa və ona uşağa bacardığı qədər dəstək olmağa çalışırsa, o uşaq bizə belə deyək, daha yaxşı vəziyyətdə gələ bilər və yaxud da gec gələ bilər. Hətta bir çox problemi müəllim belə aradan qaldıra bilər ki, uşaq psixoloqa gəlməsin. Yəni təbii ki, psixoloqa gəlməyə belə mənfi, neqativ tərəfə sürüklənmirəm. Bu çox önəmlidir. Yəni mənim ixtisasımdır ən azından. Amma yəni məktəb parti arxasında belə bunu yavaş-yavaş korreksiya etmək mümkündür. Bəs Mədinə xanım, ümumiyyətlə autizm spektr pozuntulu uşaqların məktəbə daxil olması, sinifdə oturması, yəni məktəbə qəbul olması, bu ümumiyyətlə hansı meyarlar əsasında təyin olunur, qəbul olunur? Bunlar haqqında da qısa məlumat versəniz. Əgər hər hansı bir uşaq diaqnoz alıbsa, bilirsiniz ki, uşaqlarımız yaşadıkları əraziyə uyğun olaraq poliklinikalarda qeydiyyatda olur və orada onların sağlamlıq haqqında arayış məktəbə təqdim olunur, məktəbə qəbul zamanı. Və burada təbii ki, digər mütəxəssislər, həkim mütəxəssislərdə olduğu kimi psixiatr rəyi də qeyd olunur. Psixiatr rəyinə əsasən uşaq Bakı şəhər təhsil idarəsi üzrə komissiyaya göndərilir. Təhsil idarəsinin təyin etdiyi komissiya tərəfindən müəyyən sual-cavab əsasında məktəblərə yerləşdirilir. Bu komissiya uşağı ya adi məktəbə, ya xüsusi məktəbə, yaxud da inklüziv məktəbə yönləndirir. Hal-hazırda Bakı məktəblərində pilot layihə var, hansı ki, adi məktəblərin nəzdində xüsusi inklüziv siniflər yaradılıb, yaxud da həmin siniflərə yerləşdirilir, yəni uşağın durumundan asılı olaraq. O ki, qaldığı meyarlara təbii ki, uşağın birinci növbədə davranışları, özünə yaxud da başqalarına zərər verəcək davranışının olub-olmaması, özünə xidmət bacarıqları, təməl ehtiyaclarını ifadə edəcək qədər ən azından nitqinin olmağı və ən sonda da təbii ki, akademik biliklərinin səviyyəsi dəyərləndirilir. Elə mən də uşaqları təlimə qəbul edəndə yaxud da məktəbə hazırlayanda bu meyarlar əsasında hazırlayıram ki, sabah komissiyadan keçə bilsin, məktəbə gedə bilsin. Nə qədər düz, əslində bu sualı axırı sonda verəcəkdim, amma indi verim. Xüsusi təhsil məktəbinə açdığınız gündən indiyə qədər nə qədər şagirdinizi məktəbə belə deyək, yola salmısınız? Xüsusi təhsil məktəbi açılan gündən biz 2 tədris ili yola vermişik. 2 tədris ili, 2 bilik günü yaşamışıq belə deyək. Bu müddət ərzində demək olar ki, 20-30 uşaq artıq
məktəblərə yola salmışıq çox şükürlər Çox olsun. gözəl. Hal-hazırda da təhsil alırlar məktəblərdə. Çox sevindim. Bu bir ana üçün əvəz olunmaz bir duyğudur düşünürəm. Mərhələli şəkildə gəlmək istəyirəm. Valideyn getdi və bu komissiyadan keçdi və məktəbə qəbul oldu. Uşaq məktəbə başladı. Autizm spektrli pozuntulu uşaqların ümumiyyətlə neyroinkişaf pozuntulu uşaqlarının birinci çətin dönəmi məktəbə adaptasiya ilə bağlı. Sualıma verməmişdən qabaq belə bir кейs paylaşmaq istəyirəm sizinlə. Təbii ki, mən müəllim olmadığıma görə və heç vaxt məktəbdə işləmədiyimə görə mən bəzi şeylərdən bixəbər olmağım normaldır. Adətən mənə suallar ünvanında valideynlər çalışıram ki, o uşaq psixologiyasında standart nədirsə onu tövsiyə edim. Qalanını isə müəllimlərdən soruşum. Autizm spektr pozuntusu diaqnozu olan bir ana hardasa tədris ilə yavaş-yavaş başlamışdı və mənə belə bir mesaj yazdı ki, Anar xanım, biz sizdən bir cavab almaq istəyirik. Fikriniz önəmlidir. Mənim uşağım inklüziv məktəbə gedir. Yəni məktəb inklüzivdir. Dolayısıyla da təbii ki, müəllimənin böyük ehtimal xəbər olmalıdır proseslərdən və bildirdi ki, uşağımın adaptasiya prosesi çətin getdiyinə görə müəllim tələb edir ki, gəlib uşağının yanında otursun. Hətta belə bir ifadə işlətdi ki, gəl uşağını sakitləşdir, mən dərs keçim. Sizcə bu düzgündürmü? İşte qaydaları, qanunları soruşdu, amma yəni mən bu tərəfini bilmədiyimə görə mən prosesin adaptasiyanın müəllimə aid ola biləcəyini, əslində bir nəfərin şəxs olaraq onu adaptə etməyə lazım olduğunu, valideynin dərs prosesində bu qədər uzun müddətdə qalmağın uşaq inkişafına da təsir etdiyim barədə danışdım. Amma bu sualı istəyirəm sizdən soruşum. Sizcə bu ifadə düzgündürmü? Autizm spektrli pozuntusu diaqnozu olan uşağın valideyninə demək, gəl uşağını sustur, mən dərs keçim. Əgər bir uşaq gedib o sinifə çıxıbsa, yəni artıq o partada əyləşibsə, burada bütün məsuliyyət, bəlkə də müəllimlər mənim sözümü biraz xoş qarşılamaya bilər. Bütün məsuliyyət məhz müəllimin üzərindədir. Biz məsuliyyət deyəndə nəyi nəzərdə tuturuq? Uşağı susturmaqdan tutmur, ta ki onu valideyni düzgün yönləndirməyə qədər. Ola bilər bir müəllim hər hansı bir mövzuda yetərsiz deməyə, yəni çətinlik çəkir. Bəli. Çünki sinifdə uşaq çoxdur, aydın məsələdir, amma burada çıxış yolu gəl uşağına sahib çıx demək deyildir. Yəni bu nə etikaya uyğun deyil, nə də ki pedaqogikaya uyğun deyil. Çünki siz də bilirsiniz ki, bir uşağın valideyni seansda iştirak edərsə, bu seansın gedişatı necə olacaq? Bu eləcə də bizim üçün belədir. Əgər uşağın valideyni dərsdə iştirak edirsə, o dərsin gedişatı tamamilə dəyişir. Bax, sizin sinifdə var autizm spektr pozuntulu uşaqlar. Sizin sinifdə neçə belə xüsusi uşaq var? Məhz sizdə. Çox olub indiyə qədər. Elə bir dönəm olub ki, sinifimdə eyni anda 4 spektr pozuntulu uşaq olub. Təbii ki, vəziyyətləri bir-birindən çox fərqli. Düzdür, mən bunu belə mən əlayam mənasında ifadə eləmək istəmirəm. Sadəcə heç vaxt hər hansı bir uşağın valideyni gəlsin yanında otursun. Əslində yardım ala bilərdim. Köməkçi müəllim olaraq, kölgə müəllim olaraq belə bir şey, yəni məktəb icazə verir, heç bir problem yoxdur. Amma onu da eləməmişəm düzü. Çünki o uşaqla mənim aramda bir münasibətmi deyim, bir müəyyən sərhədləri özüm qoymağa çalışmışam ki, çünki bu uşaq nə vaxta qədər kölgə ilə oturacaq. Çünki o uşağı o sinifə gətirməkdə məqsədim onu proseslərə qoşmaqdır, onu adaptasiya eləməkdir adı üstündə. Ona görə mən istəmədim ki, mənim şagirdimin yanında kimsə otursun və ona kölgəlik eləsin. Biz bu prosesi kölgə müəllimlə yox, digər yoldaşlarımızın köməyi ilə öhdəsindən gəlirik. Elə məhz bu sualı ünvanlayacaqdım bundan sonra ki, kölgə müəlliminiz yoxdursa, dəstəkləyici, sizi yəni dəstəkləyən bir müəllim yoxdursa və eyni zamanda 3-4 xüsusi uşaq varsa, adaptasiya prosesini siz necə edirsiniz? Necə edirsiniz ki, həqiqətən bu müəllimlərə ehtiyac qalmır? Burada bayaq dediyim kimi bütün məsuliyyət müəllimin üzərindədir. Yəni müəllim bilmirsə də hardansa öyrənməlidir ki, yəni mən çıxış yolunu necə tapım? Çıxış yolu bizim digər sinifdəki şagirdlərimizdədir. Birinci növbədə onu deyim ki, bizim digər şagirdlərimiz, yəni xüsusi qayğıya ehtiyacı olan yoldaşlarına öncədən hazırlıqlı olmalıdırlar. Çünki onlar da körpədirlər, onlar da az yaşlıdırlar. Çox üzr istəyirəm, burada girəcəm araya. Deməli, bir dəqiqə. Çox üzr istəyirəm. Məhz burada belə bir sualım yaranır. Siz onları maarifləndirirsiniz, yoxsa ailələri maarifləndirir? Müəllim həm şagirdləri, həm də ailələri maarifləndirməlidir. Nəyə görə? Çünki əgər sinifin digər şagirdləri xüsusi yoldaşlarının çıxaracağı hər hansı bir səsə,
hər hansı bir stereotip davranışa, hər hansı bir vərdişlərinə, davranışlarına hazırlıqlı olmazlarsa, sinifdə çox ciddi xaos yarana bilər. Təsəvvür edin ki, bizim xüsusi mən avtizmli uşaqlardan daha çox danışacağam, çünki stereotip davranışlar daha çox onlarda olur. Hər hansı bir əl hərəkəti, hər hansı bir davranış, məsələn, uşaq var, yaxınlaşıb bilirsiniz, dəspektli uşaqlar da olur, məsələn, kimisə iyləmək, toxunmağı sevənlər də olur, sevməyənlər də. Bu davranışları qəflətən edərlərsə və digər yoldaşları bunu belə çaşqınlıqla qarşılayarlarsa, neyniyir? Təsəvvür edin sinifdəki vəziyyəti. Müəllim dərs keçməyə çalışır, 45 dəqiqə vaxtımız var. Və uşaqlardan biri qalxır, sinifdə gəzir və s. Amma biz digər uşaqları bu proseslərə öncədən hazırladığımız zaman ki, sizin yoldaşınız, amma bunu mümkün qədər yumşaq izah edirik də. Məsəl üçün, mən belə izah eləmişəm ki, o sizinlə birlikdə məktəbə qədər də olmayıb. Yadınızdadsa, biz sizinlə məktəbə qədər də oynayırdıq, dərslər keçirdik, onlar orada iştirak eləməmişdilər deyə. Onlar bizim sinifimizin müəyyən qaydalarını bilmirlər. Bilmirlər ki, məsələn, dərs vaxtı ayağa qalxmaq olmaz, yaxud da kiməsə yaxınlaşanda sizin qorxacağınızı düşünmürlər, oynamaq istəyirlər və s. Bu şəkildə izah edirəm və bundan sonra bizim dərsimiz çox rahat keçir. Nəyə görə? Çünki o uşaq ayağa qalxsa belə, kiməsə yaxınlaşmaq istəsə belə, heç kim buna qeyri-adi bir davranış kimi yanaşmır. Hər kəs öz işində olur, mən dərsimi keçirəm. O uşaq da mən bilirəm onun davranışlarını ki, bir də bu mövzuya toxunum. Hər bir müəllim sinifindəki xüsusi uşağın bütün davranışlarını, yəni onu anamnezini ətraflı bilməlidir ki, o nə zaman ağlaya bilər, nə zaman ayağa qalxa bilər. O filan davranış eləyəndə nə demək istəyir? Bunu bilməsə bir müəllim üçün də çətin olar. Bəli, əslində düşünürəm ki, belə bir protokol olmalıdır və yaxud da valideyn tərəfindən bu anamnez doldurulmalıdır ki, uşağım nəyi sevir, nəyi sevmir, hansı reaksiyalar verə bilər. Həm müəllim, həm də ki, sinif yoldaşları açısından buna hazır olsaq, onun üçün də mümbit bir şərait yaratmış olarıq. Bəli. Bu uşaqların dəstəyi ilə bu vəziyyəti belə deyək də yavaş-yavaş adaptə eləməyə çalışırsınız. Bəs belə uşaqlar ümumiyyətlə sizi artıq parta arxasında belə deyək, təhsil ilinin hansı müddətində, hansı vaxtında artıq razı olursunuz? Siz də o oturan müəllimlərdən olursunuz ki, oturub dərs keçirsiniz. Yəni bu müddət nə qədərdir təxmini? Necə ki biz xüsusi uşaqları digər ortamlara belə etap-etap hazırlayırıq. Bunu ən yaxşı siz bilirsiniz ki, insanların çoxluq olduğu, məsələn, alış-veriş mərkəzlərinə, restoranlara necə hazırlayırsınız uşaqları? Asta-asta, addım-addım. Bu proses eyni zamanda məktəb üçün də belə olmalıdır. Əgər bir xüsusi uşaq məktəb ortamını, sinif ortamını birinci sinifdə ilk dəfə görürsə, bu çox çətin olacaq. Bu proses daha uzun, daha ağırlı olacaq. Amma öncədən buna hazırlıqlı olarsa, bu mühitlə tanış olarsa ki, məktəb necə bir yerdir, sinif, çoxluq arasında, yəni o sinif, o partaya öncədən hazırlıqlı olarsa, bu proses çox da uzun çəkmir. O artıq çünki bilir ki, bura partadır, burada necə oturmaq lazımdır. Zəng vurulanda qalxmaq olar, dərs vaxtı qalxmaq olmaz. Müəllim burada dominantdır. Bu mövzuları öncədən artıq hazırlıqlı olur deyə çox da çətin olmur. Amma ilk dəfə sinif görən uşaq üçün bu uşağın vəziyyətindən asılı olaraq müddət dəyişkəndir. Amma ən azı 1-2 ay səbirli olmalıdır müəllim. Bəs bu yerdə valideynlərə nə tövsiyə edərsiniz? Yəni uşaqlarını hansı mərhələdən parta arxasına hazırlaşdırmağa çalışsınlar? Birinci növbədə valideynlərə tövsiyəm olardı ki, uşaqlarının arxasında möhkəm dayansınlar. Onsuz da biz ana olaraq övladımız xüsusi oldu, olmadı. Biz uşaqlarımızı dünyaya gətirdiyimiz andan etibarən bu bizim borcumuzdur ki, biz onları cəmiyyətdə müəyyən bir yerə gətirib çıxardaq. Amma xüsusi uşaqların analarından danışırıqsa, bu mövzuda daha möhkəm olmaqlarını arzulayıram deyək, düzdür. Deyirəm, yox, arzulayıram. Çünki ana nə qədər möhkəm olarsa, uşağın adaptasiya prosesi o qədər rahat keçir. Əgər ana çəkinərsə, qorxarsa, alınmayacağını düşünərsə, yaxud da səbirli olmazsa ki, 1-2 gün getdi, yox, alınmadı, daha gətirməyəcəm məktəbə, təəssüflər olsun ki, alınmayacaq. Amma səbirli olarsa, müəllimlə, burada bilirsiniz də, müəllim, uşaq, ana, üçbucağı məsələsi var.
hər üçü israrlı olarsa, bu proses daha rahat və daha tez başa gələcək. Daha ki, bir də mənim şəxsən bir az narazı olduğum məsələ var. Bəzən valideynlər bilirlər ki, diaqnozu bilirlər və bunun üzərində işləməyə çalışırlar, işləyirlər. Gəlir məktəb dönəminə çatır. Məsələn, uşaq məktəbə də qəbul olur, inklüziv məktəbə qəbul olur, fərqi yoxdur. Və valideyn düşünür ki, burdan bu tərəfə artıq hər şeyi məktəb eləməlidir. Mən indi öz tərəfimdən istəyirəm bunu ifadə edim. Daha sonra sizdəki çətinliklər nələr olur, bunlardan danışasınız. Məsələn, uşağı hər hansı bir terapi otağına adaptə edirik. Uşaq başlayır yavaş-yavaş onun ümumi inkişaf səviyyəsi qalxmağa, autizm spektr pozuntusunun əsas simptomları, işte sosial bacarıqlar formalaşmağa başlayır, işte stereotipləri azalır. Bunlar yavaş-yavaş formalaşır. Əslində bunların xüsusən stereotiplərin formalaşmasında, xüsusən davranışın tənzimlənməsində uzun müddətli təlimin çox önəmi var. Yəni təlim prosesində o artıq çox rahat olduğuna görə emosional olaraq da stereotip davranışlar daha tez nizamlanır. Və valideyn həmin anda həmin durumdan razı olur. Mən uşağımı ana araya gətirirəm. Artıq ana arada danışır, oynayır, nə deyirəm, hər şey eləyir. Sonra birdən-birə aparır məktəbə qoyur. Məktəb üçün, məktəb bir spektrli uşağın üçün artıq fərqli bir dünyadır. Fərqli dünyaya adaptə olmaq lazımdır. Fərqli dünyada özünü var etmək lazımdır. Burada da belə bir şey, belə bir yanaşma ortaya çıxır. Bu fərqli dünyada uşaq təzədən bir növ qayıdır köhnə əlamətlərini göstərməyə və valideyn bu durumda terapidən əlini çəkir və yüklənir müəllimin üstünə ki, bu şəkildə elə eləməlisən ki, artıq məktəbə gəlibsə, bu artıq terapi almamalıdır. Əziz valideynlər, bu bir yanlış yanaşmadır. Çünki keçid həmişə mərhələli olmalıdır. Necə ki biz maşınla sürətli 70, 80, 90 ilə gedəndə ani tormozdayanda nə var, hər şey qabağa gəlir. Təlim prosesi də belədir. Terapi alır, daha sonra məktəbə gedir. Məktəbdə əgər terapidən əlimizi çəkiriksə, uşaq ani tormozlanır və nə var qabağa gəlir. Yəni yenə stereotiplər baş qaldıra bilir, yenə davranış problemləri ortaya çıxa bilir, yenə öyrənməsində axsaqlıq yaranır və buna görə də keçid uzun müddətli olmalıdır və qarşıda da sonra siz, yəni müəllimlər çox əziyyət çəkməyə başlayır. Sizin yanaşmanız necədir bu keçidlərə? Valideynləri necə maarifləndirirsiniz? Birinci növbədə psixoloq məsələsinə belə aydınlıq gətirim ki, inkişaf bir insanın xarakteri deməyə, davranışı, inkişafı, anlama, qavrama prosesi, bunlar yəni hər bir valideyn artıq indiki dövrdə bilməlidir ki, dayandırıla bilən, fasilə verilə biləcək bir durum deyil. Xüsusən də əgər uşaq məktəbə gedirsə, deməli o 5 yaş üstüdür. Və söhbət 5 yaş üstü uşaqdan gedirsə, onun daim bir dəstəyə ehtiyacı vardır. O ki, qaldı müəllimin nə edəcəyinə, heç autizmli uşaq olmasın, heç inkişaf problemi olan uşaq olmasın, tam sağlam inkişaf eləmiş bir uşaq olsun. Əgər müəllim uşağa qarşı yanaşması doğru düzgün olmazsa, uşaq psixologiyasından bir xəbər olarsa, sağlam inkişaf eləmiş uşaq belə çox fərqli davranışlar göstərə bilər. Davranış pozuntuları göstərəcək, yoldaşlarına yola gedə bilməyəcək, dərslərinə adaptasiya ola bilməyəcək, oxumaq istəməyəcək və s. Amma bir müəllim ən zəif inkişaf eləmiş uşağa elə yanaşa bilər ki, o uşaqdan belə nəsə əldə edə bilərik. Biraz ifadəm yaxşı çıxmadı, uşaqdan əldə eləmək mənasında. Yəni onu belə qabağa çəkə bilərik mənasında. Yəni burada birinci növbədə valideyn maarifli olmalıdır ki, dəstəyi dayandırmaq olmaz. Çünki mənim uşağımın inkişafı geridir. Çünki siz inkişafla işləyirsiniz, bəli, psixoloq inkişafı irəlilədir. Axı yaş dayanmır. Bəli. Zaman gedir. Bəli, zaman gedir. Uşaq bu gün 8 yaşlı bir uşaqdırsa, psixoloq dəstəyi dayandırır, amma yaş gedir. Ona görə dəstəyi dayandırmaq düzgün deyil. Əgər psixoloq məsləhət görübsə ki, hələ davam eləmək lazımdır. Digər tərəfdən də müəllim maksimum dəstəyini verməlidir. Bəs Mədinə xanım, bu uşaqların məktəbə qədər hazırlığı ilə də siz məşğul olursunuz da, düzdürmü? Belə bir proses, yəni əslində bu tərəfdən istəyirəm proqram haqqında məlumat verərsiniz. Spektr pozuntusu diaqnozu qoyulmuş uşaqlar hansı meyarlar ödənildiyində, hansı vəziyyətə gəldiyində siz onu öncə məktəbə qədər hazırlığa götürürsünüz, daha sonra məktəbə yola salırsınız. Əgər söhbət uşağın məktəb mühitinə hazırlamaqdan gedirsə, bayaq sadaladığım meyarlar ki var, davranış, təhlükəli olmayan davranışlar, özünə xidmət bacarıqları, nitq səviyyəsi,
və bu 3 meyarı dəyərləndirdikdən sonra biz akademik öyrənmə prosesinə başlayırıq. Akademik bu prosesdə necə olur? Fərdi dərslər əsasında ona akademik biliklər öyrədilir və qrup dərsi, hansı adaptasiya qrupu dediyimiz. Burada isə bayaqki dedim, uşaq öncədən bu mühitə hazırlıqlı olarsa məktəbə başlamaq prosesi daha rahat olar. Ona hazırlayırıq. Ki, məktəb necə bir yerdir, öncədən bunu öyrənir. Məktəbə hazırlayanda biz davranış məsələlərinə filan önəm veririk, amma fərdi təlimdən söhbət gedirsə, mən indiyə qədər heç bir uşağa gedin sakitləşdirin, sonra gətirin, oturmağı öyrənsin, sonra gətirin kimi bir rəy heç vaxt verməmişəm. Fərdi təlimdən söhbət edirsə. Çünki onun hər hansı bir davranış pozuntusu, yaxud da hər hansı bir təhlükəli davranışı fərdi dərsdə mənim üçün qorxulu deyil. Çünki orada odur bir də mənəm. Biz ikimizik, amma sinif mühitinə hazırlayarkən əgər davranışla bağlı çətinliklər varsa və təbii ki, inkişafla bağlı gerilik varsa, burada mütləq psixoloq işin içərisinə girməlidir, o bizə kömək olmalıdır. Ümumiyyətlə, böyük ehtimal sizin də peşənizdə belədir. Məsələn, mən bir klinik psixoloq olaraq düşdüyüm mühitdə və yaxud da sadəcə boş oturmuşam, əgər Instagramda belə deyək də gəzirəmsə, qarşıma çıxan videoları və insanları analiz etməyə çalışıram. Amma bəzi analiz, bir çox analizlər sadəcə mexaniki olan şeylərdir. İşte baxdım, çıxdı, getdi. Amma bəzi davranışlar mənə həqiqətən narahat verir. Çünki bu eyni zamanda bizim gələcəyimizdir. Günümüzdə hansı ki, rəsmi qurumlar da artıq bunlarla məşğul olur. Müəllimlərin videolar çəkib paylaşması. Mən buna qarışmayacağam, bunu kənara qoyuram. Amma məsələn, mənim qarşıma çıxan bəzi videolar olur ki, əgər kiminsə sinifində xüsusi uşaq varsa, digər uşaqların yanında işte onu öpür, qucaqlayır, əzizləyir, artıq qayğısının olduğunu ona göstərir və məsələn mən göstərməyə çalışır ki, bax mənim sinifimdə xüsusi uşaq var, mən onun qayğısına necə qalıram. Mən bir psixoloq kimi fikrimi bildirəcəm. Çünki bunu da mənə valideynlər sual verir. Məsələn, bir valideynimiz sağlam övladı var, hər şey qaydasındadır. Ancaq oğlunun sinifdəki xüsusi uşaqdan təsirləndiyini və travma yaşadığını dilə gətirmişdi. Təbii ki, birinci ifadə eləyəndə valideyn mən düşündüm ki, ola bilər spektrli uşaqdır. Yəqin hərəkətləri və yaxud da toxunması siz dediyiniz kimi bunu narahat edib və yəni uşaq ondan təsirlənib, amma bu belə çıxmadı. Uşaq məktəbə getmək istəmir. Müəllimənin sevgisini bölüşmək istəmir. Çünki müəllimə durmadan xüsusi uşağı qucaqlayır, əzizləyir. Hətta sinifdə onun videolarını çəkib valideyninə göndərir ki, bax mənim yanımdadır, əzizləyirəm, qayğısını çəkirəm və uşaq məsələn oğlan mənə dedi ki, mən müəlliməyə nəsə demək istəyirəm, amma o məni eşitmir. Çünki onun yanında filan kəs var, onu qucaqlayır, əzizləyir. Mən artıq o sinifə getmək istəmirəm. Mən indi bunun sağlam uşaqlara təsirindən təbii ki, danışacağam biz psixoloq kimi. Siz nə düşünürsünüz? Xüsusi uşaqlara sinifdə akademik tərəfdən anladım, amma insani davranış tərəfdən də özəl və çox bilinən fərq qoyulmalıdırmı? Ümumiyyətlə, hər bir müəllim, pedaqoji təhsili olan hər bir müəllim bilir ki, pedaqogikada hər bir şagirdə bərabər yanaşma anlayışı var. İnklüziv təhsil sözünün mənası da nədir? Bütün uşaqlara bərabər hüquqların verilməsi deməkdir. Bu isə o demək ki, sinifdə istər xüsusi olsun, istər hətta xüsusi şagird olmasa belə bəzi müəllimlərdə yaxşı oxuyan uşaq, pis oxuyan uşaq, bu mövzuda da olur həmin yanaşma. Heç bir halda nə o uşağın özünə, nə də digər uşaqlara o sizdən fərqlidir mesajı verilməməlidir. Mən bayaq dedim, hətta mən sinifi uşaqların davranışlarını öncədən ona görə hazırlayıram ki, burada fərqli biri var, o sizdən fərqlidir, bu formada yanaşma olmasın. Hamı eynidir, hətta danlayanda onu da danlamaq, əzizləyəndə digərlərini də əzizləmək. Ümumiyyətlə, bir müəllimin, bir pedaqoqun xüsusi oldu, olmadı, hər hansı bir şagirdini öpüb qucaqlamaq, ümumiyyətlə bu sərhədlərin pozulması məsələsi, bilmirəm, həm pedaqogikada var, təkcə mənə görə yox, bu doğru bir davranış deyil. Bir müəllim nəyə görə uşağını bütün günü öpüb qucaqlamalıdır, bu doğru yanaşma deyil. Hər hansı bir tədbirdə, bayramda, sinifdən kənar bir mühitdə, məsələn, biz gəzintiyə getmişik, burada müəllim-şagird münasibətləri bir qədər yumuşalır. Əslində bu gəzintilərin də məqsədi odur ki, bizim aramızdakı münasibətlər bir qədər fərqli yön alsın. Amma sinifdə dərs mühitində davamlı olaraq birini öpmək, qucaqlamaq, əzizləmək, bu nə pedaqogikada, nə də digər etik
çərçivələrdə Eyni uyğun şəkildə deyil. psixologiyada da var. Psixoloqun davranışın etik kodeksində pasiyenti qucaqlamaq, yəni ona bizə gələn uşağı öpmək, qucaqlamaq, əzizləmək, bir ana qayğısı göstərmək əslində düzgün deyil. Yəni o belə deyək, bir şəxs olaraq kiminlə, hansı belə deyək, sifətdə biri ilə tanış olduğunu uşaq yavaş-yavaş anlamalıdır. Eyni şəkildə də bu sağlam uşaqlara da aiddir. İnklüziv təhsil odur ki, uşaqlar sosiallaşmalıdır, qaynayıb qarışmalıdır el dilində desək və heç kəsin fərqli, üstün və əksik olduğunu bilməməlidir. Amma məsələn, sağlam uşaq, ümumiyyətlə uşaqlar belədir ki, ümumi normadan danışsaq, məktəbə gedəndə siz birinci cümlənizdə dediniz, müəllimin xarakteri. Uşaqlar üçün müəllim avtoritar bir obraza çevrilir və sizin danışığınız, gülüşünüz, davranışınız, geyindiyiniz paltar, saçınıza taxdığınız rezinin rəngi belə uşaqlar üçün çox önəmli və əhəmiyyətli olur. Çünki bir növ evdə ana, məktəbdə müəllim. Bunlar yəni boşuna deyilmiş kəlmələr deyil də, müəllim ikinci anadır. Çünki eyni anda eyni yaşlı uşaqlar olur və təsəvvür edin ki, evdə necə bacı-qardaş qısqanclığı varsa, hansı ki onlar ata-ananın sevgisini qısqanır. Eyni şəkildə məktəbdə də şagirdlər arasında qısqanclığın birinci səbəbi müəllimin sevgisinin bölünməsidir. Və uşaqlar, xüsusən ibtidai sinif uşaqları elə yaş dönəmindədirlər ki, onlar bəzən pis davranışla da belə müəllimin diqqətini çəkdikləri üçün çox xoşbəxt ola bilərlər. Yəni mənimlə danışdı, mənə qışqırdı, mən yanındaydım, durmadan mən. Hətta bəzən məsəl üçün də bilmirəm indi mən təxmini gələn кейslərdən analiz edirəm. Məsələn, uşaq sinifdə problem yaradır, müəllim gətirir ki, sakit dur, otur yanımda. Sən sinifə problem yaratma. Bu uşaq üçün əslində çox belə pozitiv bir ana çevrilir ki, mən bura gəldim, müəllimin yanındayam. Müəllim onu sinifi sakitləşdirmək üçün və o problem yaratmasın deyə eləyə bilər, amma uşaq onu müəllimin yanındayam deyə özünü çox xoşbəxt hiss eləyə bilər və bu davranış hər dəfə daha da ağırlaşa bilər. Eyni şəkildə də sinifdə xüsusi uşaq varsa və siz digər uşaqlar o özəldir, işte ona yaxınlaşmayın, o şirindir, qoy qucağımda qalsın, qoy anasına çəkin bu şəkli göndərim ki, burada oturub, burada durur. Beləliklə siz əslində sinifdəki o nisbəti pozmağa çalışırsınız və pozursunuz və burada sağlam uşaq da fikirləşəcək ki, bəli, deməli mən nəyəsə görə əksikəm ki, müəllim məni yox, onu qucaqlayır, məni öpmür, onu öpür və ən önəmlisi uşaq başlayıb davranışlarını köçürdə bilər. Bəli. Yəqin sizdə belə кейslər olub ki, müəllim, valideyn gəlir şikayət edir ki, bəzən olur da belə bizi bir pəncərədən baxmaq istəmirəm heç kəs baxsın. Kimisə yanında gəlib desək ki, mənim sinifimdəki valideynlər o uşağın məktəbdən getməsini istəyir, məsələn, sinifdən çıxmasını istəyir. Burada sadəcə bir pəncərə yoxdur. Bütün valideynlər o uşaq haqqında neqativ düşünür. Bəzən valideyn görür ki, mənim uşağım evə gəlir, o uşaq kimi davranmağa başlayır. İşte qışqırıqları və ya davranışları. Bəli, valideynlər təəssüf ki, bir pəncərədən baxır ki, uşağımdan uzaqlaşdırın onu. Mənim uşağım belə deyək də onun davranışlarını götürməsin. Amma bu bir də arxa fonunda yatan bir məsələ var da. Nəyə görə onun davranışını götürməyə çalışır? Çünki müəllimin diqqətini çəkmək üçün eyni davranışı edir ki, eyni münasibəti mənə də göstərsin. Məsələn, o stereotipi oldu. Tutaq ki, müəllim gəlir onu qucaqlayırsa və yaxud da belə çəkirsə kənara, işte nəsə edirsə, uşaq da o sevgini etmək üçün bu davranışı göstərə bilər. Olub sizdə belə nümunələr? Danışdıqlarınızın hamısını, sonra deyirsiniz sinifdə yoxam, bilmirəm. Bu danışdıqlarınızın hamısı ilə bəli qarşılaşmışam. Təsəvvür edin ki, sinifdə uşaq var idi ki, mən paltomu adətən uşaqlarla eyni yerə asıram, şkafa çox vaxt asmıram. Mən müəllimənin paltosunun yanına mən asacağım davası gedir ki, yəni onun belə qısqanclığını yaşayırlar. Bu əslində bizim üçün çox gülüncdür, amma uşaqlar üçün həqiqətən də çox müəllimin hər bir davranışı, siz demiş, hər şey uşaq üçün bir etalona çevrilir. O ki qaldı həmin o uşağın davranışını kopyalamağı, bəli. Əgər uşağın əl hərəkətinə, hər hansı bir səsinə müəllim digər uşağın xoşuna gələcək bir şəkildə reaksiya verirsə, onu qucaqlayırsa, öpürsə, təbii ki, uşaq düşünəcək ki, o elədir deyə onu sevilir. Mən də belə eləyim ki, mən də sevilim. Onda belə çıxır ki, müəllim ya hamını bütün günü öpməlidir, ya da heç kimi öpməməlidir. Bəli. Bir də belə bir bullyinglə belə bir bullying hekayəsinə qarşılaşmışdım.
böyük ehtimal müəllimin çox da bu inklüziv təhsillə əlaqəsi olmayıb deyə müəllimdə belə bir fikir formalaşmışdır ki, bu uşaq mənim sinifimdədirsə, mən bu uşaqla məhz qışqıraraq danışmalıyam ki, o mənə eşitsin. Çünki məsələn bir müəllim vardı, onunla kontaktımız olmuşdu. O həqiqətən bildirmişdi ki, mən belə bilirəm ki, ona qışqırmalısan ki, o mənə baxsın. Daha doğrusu böyük ehtimal uşaq təlimlə qışqıraraq təlim alıb deyə sinifdə də bu qışqıraraq davam etməsi və müəllim baxır ki, qışqıranda mənə baxır. Bu formada onunla danışmağa davam edib. Və bu bir müddətdən sonra uşaqların digər uşağa bullyinqi ilə nəticələnib, durmadan onun yanından getdikcə onun qulağına qışqırmağa başlayıblar və gülməyə başlayıblar. Bilirsiniz ki, uşaqlar biraz acımasızdır. Bunu əgər oyun kimi qəbul etdilərsə, davamı gələcək. Çünki diaqnozda uşağın valideyni bizə, yəni bu şikayətlə gələndə ki, bilmirik sinifdən çıxardaqmı, nə edək? Səbəbini soruşanda dedi ki, uşaqlar gedir, gəlir, uşağımın qulağında qışqırır. Sonra baxdıq ki, müəllim həmin uşağı çağıranda qışqıraraq çağırır və ancaq qışqıranda o müəllimə baxır və uşaqlar da bunu əyləncəyə çevirib gedib gəlib onun qulağının arxasında qışqırmağa başlayır. Ümumiyyətlə sinifdə xüsusi uşaqları çağırmaq, lövhəyə dəvət etmək, işte lövhədə hər hansı bir işlem, proses eləmək. Yəni mən həqiqətən bunu görməmişəm. Bir gün imkan olsa çox istərdim belə sinifdə qonaq olum. Məsələn, onların digər uşaqlar kimi dərs danışması, şərait necə yaradırsınız? İşte imtahanları necə edirsiniz? O kiçik imtahanları, dərs prosesində ondan dərsi hansı yollarını alırsınız? Bu haqqda da qısa məlumat çox yaxşı olar. Mən bunu deyirəm və altına imzamı çəkirəm ki, bir sinif müəllimi öz xüsusi qayğıya ehtiyacı olan şagirdinə necə davranırsa, digər yoldaşlar da eyni qaydada davranırlar. Bəli. Əgər müəllim onun hər hansı bir davranışına gülərsə, yaxud da bəzən mən gülürəm, amma o mənada gülmək deyil. Bu bizim hamımızın xoşuna gəlir. Onda biz ona məsələn nəsə öyrədirik, həmin davranışı eləməyə bax, yaxud da çox gözəl bir söz ifadə işlədir, bu bizə xoş gəlir deyə gülür. Amma lağ mənasında gülərsə, yaxud da bu məni bezdirdi kimi yanaşarsa, əmin ola bilərsiniz ki, yoldaşları da ona eyni qaydada yanaşacaqlar və bullyingə məruz qoyacaqlar. Ki mən bununla çox qarşılaşmışam. Çox təəssüflər olsun. Müəllim bəzən bilərək, bəzən bilmədən bunu eləyir və valideyn məcbur olur ki, uşağını götürsün, aparsın. O ki qaldı uşaqlar dərsə necə yanaşmasına biz xüsusi olmadı bütün şagirdlərimizə fərdi yanaşma göstərməliyik. Bu pedaqoqların özündə var. Zəif oxuyan uşağa, hətta bilirsiniz də bu üstün zəkalı deməyək, akademik bilikləri yoldaşlar, yaşlılarına nisbətən daha üstün olan uşaqlar olur. Hər birinə fərdi yanaşma göstərməliyik. Əgər bir şagird digərlərə nisbətən tapşırığı daha tez bitirirsə, mənim ona vermək üçün əlavə tapşırıqlarım olmalıdır. Eyni qaydada da xüsusi uşaqlara onların öz bilik və bacarıqlarına uyğun iş vərəqləri hazırlanmalıdır. Digər yoldaşları özlərinə uyğun çalışmalar yerinə yetirərkən o da özünün bacaracağı çalışmaları yerinə yetirir ki, davranış problemləri göstərməsin, başqa heç bir şagird boş qalmamalıdır dərsdə. O məktəbə müqavimət kimi oturmağa görə getmir ki. Yəni öz bacaracağı çalışmaları yerinə yetirir. Əgər şagirdlər, digər uşaqlar mətn oxuyurlarsa, o söz oxuya bilirsə, o həmin sözləri oxuyacaq. Digərləri imla yazırsa, o üzdən köçürmə eləyəcək. Yəni uzun sözün qısası, digər uşaqlar olduğu kimi o nəyi bacarırsa, ona uyğun tapşırıqlar və iş vərəqləri ona verilir ki, onlarla məşğul olsun və onun əsasında da qiymətləndirilir. Onun əsasında qiymətləndirilir. Bəs tədbirlərdə necə onları belə deyək də qrupa sosiallaşdırırsınız? Tədbirlərdə necə? Bilmirəm, bizim dövrümüzdə məktəblərdə mütləq biz nə isə səhnələşdirirdik, səhnəyə çıxırdıq. İndi bunlar varmı? Varsa bu cür uşaqlar, yəni özəl uşaqlar orada hansı fəaliyyətlər icra edir? Siz mənim bu cür fəaliyyətlərimi səhifəmdə görə bilməzsiniz. Çünki mən istəməzdim ki, hər hansı bir müəllim hər hansı bir bayramda, hədiyyələşmədə, hər hansı bir tədbirdə baxın, mən xüsusi uşağı tədbirə çıxartmışam. Baxın, mən xüsusi uşağa hədiyyə vermişəm. Bunu, yəni biz bunu bu məqsədlə eləmirik axı. Əsl uyğunlaşmış, əsl adaptasiya olmuş uşaq odur ki, heç kim o kadrlara baxanda orada xüsusi bir uşağın olduğunu bilməz. Bu da mənim üçün çox önəmlidir. Mən də psixoloq olaraq hər zaman bu nəticə ilə belə qürur duyuram. Mənə elə gəlir ki, bir professional psixoloq üçün, mənə elə gəlir bir professional pedaqoq üçün ən önəmli onun bilik səviyyəsi, onun bacarığının ən yaxşı göstəricisi odur ki,
onun pasiyentini, onun şagirdinin xüsusi olduğunu heç kəs hiss eləməsin. Mən çox sevinirəm. Bəzən bizdə də məsələn olur tələbələr gəlir, diaqnostikalarda oturur. Məsələn deyir ki, bu nəyi var ki, niyə gətiriblər məsələn və yaxud da ki, bu niyə heç bir şey yoxdur axı. Bu çox önəmli bir məsələdir. Eyni zamanda pedaqogikada məsələn mən çox görmüşəm ki, uşağın fərqli olduğunu digər valideynlər belə hiss eləmir ki, nə var ki burada məsələn, niyə özəl sayılır? Bəli. Tədbirlərdə iştirak eləyirlər, təbii ki, iştirak eləyirlər, amma baxıram onların fərdi xüsusiyyətlərinə. Əgər uşaq səsi sevməyən var da bilirsiniz. Bəli, səsə həssas olan səsə həssas olan uşaqlar. Əgər elədirsə tədbirin nisbətən səssiz hissəsində iştirak eləyəcəklər. Eləsi var çox tez yorulur, müəyyən bir müddəti var. Həmin müddət qədər iştirak eləyəcək. Yəni mütləq iştirak eləyirlər. Əgər o geyim milli geyim olur, nə bilim, əsgər geyimi olur. Əgər geyinmək istəyəcəksə geyinəcək, istəməyəcəksə məcbur edilməyəcək. Mən digər uşaqlara da belə yanaşıram. Yəni uşaq bunda özünü narahat hiss eləyirsə, sevmirsə, istəmirsə, yəni nə məcburdur. Ki mən kiməsə göstərəcəm ki, görün mən necə tədbir təşkil etmişəm. Ümumiyyətlə mən uşaqların bu mövzuda duyğularına, seçimlərinə çox hörmətlə yanaşmağa çalışıram. Sosial şəbəkələrdə yəqin görmüsünüz belə görüntülər. Daha çox türk mediasında görürəm mən. Filan özəl uşaq tədbirdən kənar saxlanıldı. Belə çox belə kobud formada belə şeylər görürəm. Bir xüsusi uşağı tədbirdən kənarda saxlamaqla bir xüsusi uşağı tədbirdə vurğulamaq ki, filan kəs xüsusi uşaqdır, görün necə iştirak edir, məncə eyni mənaya gəlir. Eyni mənaya gəlir, bəli. Yəni onu seçmək, onu göstərmək təhqirin başqa bir növüdür. Zaten elə bu səbəbdən də Ümumiyyətlə Dünya Səhiyyə Təşkilatı, işte bu elmi ədəbiyyatlar, işte əqli gerilik, oligofreniya bu adı o uşaqların üzərindən götürdü ki, onların şəxsiyyətini təhqir kimi qələmə verməsin. Bizdə bu cür təhqir. Bizdə məsəl üçün hamıya göstərir ki, baxın bu xüsusidir, görürsüz necə şeir deyir. Bu xüsusidir, uşaqdır, görün necə tədbirdə iştirak edir. Və burada onun xüsusiliyini, onun bacarıqlarını vurğulamaq yox, bir növ özünü qəhrəman kimi göstərməyə çalışırlar ki, bunu mən bacardım. Bilirsiniz, ola bilər indi məsəl üçün bu danışığımızı kimsə eşidər, yanlış anlayar, təbii ki, qulaq asacaqlar, amma bizim burada şəxsən demək istədiyimiz bundan ibarətdir ki, bəzi informasiyalar Türklərin bir sözü var, bunu Azərbaycanda yəqin siz biləcəksiniz. Deyirləri duyğu sömürüsü və yaxud da Azərbaycan dilində ifadəsi bəlkə də duyğuların istismarı da belə deyə. Xoşlayır, insanlar sevir axı məsələn nə isə yazıqdır, əl tutdu, filan kəsi qaldırdı, filan. Amma bir də bunun etik normaları var, bir də bunun düzgün olan tərəfi var. Məsələn bu günləri əgər sənin uşağın özəldirsə, məsələn uzaq belə deyək də çox da belə dərinə getməyin. Bu gün sənin uşağın kekələyir. Ola bilər. Və bu günləri müəllim kekələyən uşağı çıxardır səhnəyə və ona bir təlimat verir və həqiqətən uşaq o təlimatı yaxşı icra eləyir. İşte o görüntülərdə kekələdiyi görsənmir. Amma müəllim çıxır bunu ifadə edir ki, bax bu uşaq kekələyirdi. Gördünüz mən onu hazırlaşdırdım, indi kekələmir. Görün nə yaxşı. Altına da 100 nəfər yazır ki, Allah sizdən razı olsun, siz nə yaxşısınız. Və bu uşağın gələcəyi var da, yəni bir müddətdən sonra bu uşaq böyüyəcək, yeniyetmə olacaq, gənc olacaq. Amma onun kekələdiyini, onun filan yerdə işte adının hallandığını və yaxud da inkişaf problemli uşaq olsun. Bugün əgər səhnədə işte özünü tuta bilmirsə, qaçmağa çalışırsa, müəllim onu tutursa, hər hansı bir yolla bu görüntülərə düşürsə və bu uşağın gələcəyində onlar bir mənalı şəkildə sizin uşağınıza ediləcək psixoloji şiddətin artıq təməlini qoymuş olur. Bir də bir şey deyim. Bəzən düşünə bilərlər ki, məsələn bu bir autizmli uşaqdır, bir inkişaf ləngiməsi olan bir uşaqdır. O nə vaxtsa, yəni bu görüntüyə baxıb bullyinqə uğramaq ehtimalı yoxdur. Bəs onun ailəsi? Ondan əlavə mən bir şey deyim Mədinə xanım, yenə də valideynlərin maariflənməsi ilə bağlıdır. Xüsusən uşağının görüntüsünün paylaşılmağına icazə verən valideynlər, mən düşünürəm ki, o insanların uşaqlarının sağalmasına, uşaqların çox yaxşı vəziyyətə gəlməsinə ümidləri yoxdur. Mən şəxsən belə düşünürəm. Bax, evində kimsə nəsə paylaşa bilər. Bir anadır, həyat tərzini paylaşır. Uşağımla nə edirəm, necə edirəm. Mən buna qarışmıram. Sadəcə olaraq mütəxəssis yanına icazə veririk. Bax, mütəxəssis paylaşır. Onu verdim, bunu aldım. Bax belədir, indi belədir, indi belədir, indi belədir. Yəni üzərində mütəxəssis işləyir. Yəni bunlara icazə verən valideynlərin mən düşünürəm ki, niyyətləri pis deyil, amma uşaqlarının yaxşı olacaqlarına inanmırlar. Biraz da bilirsiniz nədir?
o mütəxəssisə, o müəllimə qarşı bir vicdan borcu hissi ki, mən necə deyim ki, mənim uşağımı paylaşma. Yəni axı mənim Onda uşağımın yaxşılığı üçün tamam, çalışır. mən başa düşürəm. Məsələn, hər şeyi başa düşürəm. Sadəcə ifadəmi belə sujetli, rollu şəkildə qurmaq istəyirəm ki, valideynlərə də aid olsun. Onda belə çıxır ki, uşağına edilə biləcək, yəni bu bir zərərli davranış dönəmi sayılır da. Onda deməli uşaqlarına ediləcək digər zərərli dönəmlərə də açıq olmalıdırlar. Məsələn, yoldaşları tərəfindən bullyinqə məruz qalıb döyülmək, vurulmaq və yaxud da ən bəsit bayaqki dediyim kimi qulağını qışqırmaq yanından gəlib keçən uşaqlar, onda buna da göz yummalıdırlar ki, nə edə bilər? Məktəbdədir də, əsas məktəbə gedir, qoy bullyinqə məruz qalsın. Belə. Ona görə də bunu etmək lazım deyil. Çox yaxşı. Bu, yəni bunun mütəxəssis tərəfindən də dəstəklənməsinin tərəfdarı deyiləm. Mütəxəssis bu zaten siz məni tanıyırsınız. Mən illərdir buna qarşıyam. Və bəzən bir çox mütəxəssisə deyəndə yenə dönə-dönə bunu deyəcəm. Ya böyük ehtimal Azərbaycanda bu proses dayanana kimi mən deyəcəm bunu. Mütəxəssisə deyəndə ki, ehtiyat paylaşma filan kəsin üzünü, deyir ki, bəs mənim işimi görüb axı məni tanımayacaqlar. Şəxsən mənim səhifəmdə bir dənə də uşaq üzü şəkli yoxdur. Deməli tanıyacaqlar, iş göstərmək lazımdır. Yəni bu çox önəmlidir. Bayaq siz çox doğru vurğuladınız ki, əgər valideyn bu gün uşağın nəticəsinin paylaşılmağına etiraz eləmirsə, sabah neqativ hallara da etiraz eləməməlidir ki, eləyə də bilmir. Mən çox bu hallarla qarşılaşmışam. Valideynə sual verəndə ki, bəs niyə bunun qarşısını almadınız? Necə deyim? Bəs sonra o sinifdə oxuya bilməyəcək. O müəllim bizdə biraz xüsusi uşaq olmasa belə müəllimin valideynlə münasibətlərinin uşağa yansıması məsələsi var da. Ona görə də bu halla çox qarşılaşmışam ki, valideyn müəllimin uşağa qarşı davranışlarını xoşa gəlməz bir hal aldığını görsə belə çox susur. Ta ki, əgər sinifi dəyişmək kimi bir variantı varsa, dəyişənə qədər susur. Çarəsizlikdənmi belə deyir? Çarəsizlikdən. Və təəssüflər olsun ki, bəzi mütəxəssislər də elə fərdi təlim verən mütəxəssis olsun, sinif müəllimi olsun, bundan bir növ istifadə edirlər deyim, yoxsa bəziləri bilərək eləyir, bəziləri ümumiyyətlə nə etdiklərindən xəbərləri olmur. Məndən xanım, indi belə bir sual ortaya hal-hazırda danışdıqca beynimdə yaranır. Burada sualları yazmışam, amma artıq suallar sırasını itirdim, qarışdı bir-birinə və indi mənim beynimdə belə bir sual yaranır. Uşağı diaqnozludur və həqiqətən də valideyn bilmir ki, müəllim seçərkən nəyə diqqət etməlidir? Müəllimin bu prosesdən, sinif idarəsindən, autizm spektr pozuntuslu uşağı sinifdə adaptasiya etməsindən, yəni sinifdə onu idarə edəcəyindən hansı göstəricilərə görə belə əmin olmalıdır? Təəssüf ki, müəllim və valideyn bundan, bu bütün dediklərinizdən heç bir halda əmin ola bilməz. Amma mən valideynlər mənə bu sualla müraciət edəndə həmişə dediyim bir söz var. Övladınıza müəllim seçərkən digər həmin müəllimin sinifində təhsil alan digər valideynlərdən soruşun. Amma 2 sual verin. Filan kəs necə müəllimdir? Əgər deyirlərsə ki, yaxşıdır, yaxud da pisdir, nəyə əsasən yaxşıdır? Çünki kimə görə, nəyə görə yaxşı? Elə valideyn var ki, müəllimin tələbkar olmağına, müəllimin çox belə deyək, kobud belə deyək, davranmağına uşağa, çox tapşırıq verməyini yaxşı müəllim kimi dəyərləndirir. Şəxsən mən ana kimi çox tapşırıq vermək mənim üçün yaxşı müəllimə bərabər deyil. Mənim üçün uşaq psixologiyasından bir qədər xəbərdar olsun, demirəm, dərindən bilsin, heç olmasa xəbərdar olsun. Uşağın yanaşma necədir? O bayaq biz sədalacağımız mövzular ki var. O mövzulara yanaşması necədir? Bunu öyrənsin. Yəni nəyə əsasən yaxşı müəllimdir deyirsiniz? Və xüsusi uşağınız üçün müəllim seçəndə demirəm, həmin uşağı mükəmməl akademik təhsil versin, hər şey super olsun. Ən azından sizi başa düşə biləcək xarakterdə bir müəllim olsun ki, sabah sizi incitməsin. Ki uşağı apar, bu gün belə elədi, bu gün ayağa durdu, bu gün nə bilim pəncərəyə yaxınlaşdı, çölə baxdı. Çünki hər şey ola bilər. Çölə də baxmaq istəyə bilər, müəyyən ağlaya da bilər, narahat ola bilər. Yəni bu şeyləri anlayışla qarşılayacaq tipdə biri olsun sadəcə. Dediniz ki, valideyn maraqlanmalıdır ki, müəllim yaxşıdır, pisdir və nəyə əsasən
Yaxşıdır, pisdir, kimə görə, nəyə görə də belə deyək. Məsələn, oyunla dərs keçən müəllimlərə bəzən çox da ciddiyə almırlar. Düzdür, indi artıq valideynlər maariflənir, yaxşını pisdən ayıra bilir, düzgünü səhvdən ayıra bilir deyə hər bir valideyn istəyir ki, müəllimi daha pozitiv, daha oyuna meylli olsun. Amma hələ də elə düşünənlər var, bəlkə də bunu təbliğ edənlər var ki, müəllim ciddi olmalıdır, müəllim konkret olmalıdır, müəllim sinifdə oyun oynamamalıdır. Hətta müəllimlərin özləri var ki, sinifdə oyun terapisi ilə dərs keçən müəllimlərə qeyri-ciddi baxıb bunu təbliğ edirlər ki, neyinir ki, oyun oynayır. Siz oyun oynayırsınız bildiyim qədərilə siz oyunla dərs keçirsiniz. Yəni artıq siz tanıdığıma görə bilirəm, məndə müəllimə oyunla dərs keçir. Oyunla dərs keçməyin üstünlüyü nədən ibarətdir? Oyun əsaslı təlim onlarla təlim üsullarından sadəcə biridir. Və biz də baxaraq bugünkü mövzumuza, əgər mənim bugünkü mövzum oyun oynamağa müsait bir mövzudursa və mənim şagirdlərim aydın məsələdir, erkən məktəbli dövründəki yaxud da məktəbə qədər dövründəki uşaqlardır və siz də yaxşı bilirsiniz ki, bu yaşdakı uşaqların öyrənmə metodunun təməli oyundur. Təbii olaraq mən də oyun oynayıram. Mən bu mövzuya müəllim tərəfindən, yəni bayaqdan biz valideynlər tərəfindən danışırıq. Müəllim mövqeyindən bir söz demək istəyirəm ki, əgər siz də mənim kimi oyun oynayırsınızsa, fərqi yoxdur. Hər hansı bir təlim üsulundan istifadə edirsinizsə, var layihə əsaslı təlim, var oyun əsaslı, çox müxtəlif formalarda oyun təlim üsulları var. Əgər siz nəticə verirsinizsə, valideynə bilikli bir şagird verəcəksinizsə, bu mövzunu bu uşaq öyrəndisə, sizə heç kim hansı üsulla təlim verirsiniz deyə müdaxilə edə bilməz. Bəli. Məncə valideynlər hələ də anlamağa çalışıram ki, valideynlərin bir çoxu nəyə görə buna qarşıdır. Əslində yenə də bilirəm, valideynin özünün şəxsi keyfiyyətləri, öz şəxsi travmaları, öz həyat yaşantısı, öz şəxsiyyət tipləri bəzən oyunu qəbul etməyə icazə vermir. Məsələn, yəqin ki, siz də tanıyırsınız, valideynlər deyir ki, uşağımı çox sevirəm, onun üçün hər şey eləyərəm, amma mən oyun deməyin, çünki oyun oynaya bilmirəm. Məktəbə oyun oynamağa göndərmək. Bəli, hələ məktəbə oyun oynamağa göndərmək istəmirəm. Yəni oyun oynamağa getmir. Amma yəni əgər məsələn indi yenə sürətli şəkildə beynimə belə bir analiz gəlir. Təsəvvür edin ki, yemək bişiririk. Biz bir salat hazırlayacağıq. İçinə 5-6 dənə ləvazimat daxil olacaq. Baxın, onu yazı formasında oxuyanda yaxşıdır, yoxsa şəkillər olanda hansı ki bu şəkilləri ilə daha yaxşıdır. Bir də üçüncü variant, məsələn də görüntülü bir proses. Əlbəttə ki, hamımız o bir neçə dəqiqəlik görüntünü açar ki, proses necə gedir onu. Baxın, beynimizin qəbul etdiyi informasiyaları sürətli analiz etməyimiz üçün bizim özümüzə də bu yaşda əyləncə lazımdır, rəng lazımdır, axıcılıq lazımdır. O körpələrə parta arxasında otuzdurub, nə bilim, qışqıraraq, qorxudaraq, nə bilim, biri taxta ilə vurur, biri çubuqla vurur, biri inkişaf problemi uşağı döyür. Yəni bunu bilirik, yəni bunu müzakirə eləmişik. Məsələn, spektrli uşağı vuran, döyən pedaqoq tanıyıram ki, belə eləyirəm, oxuyacaq, budur. Bunu eləsin, başa düşürsüz? Və valideyn də bunu qəbullanır. Qəbullanır deyə böyük ehtimal valideynin prosesdən xəbəri yoxdur, başa düşürsüz və xəbəri olsa belə bunun bu şəkildə olduğunu düşünə bilir. Bəli, yolu budur. Məsələn, deyə bilərlər ki, yolu budur. Valideyn də çarəsizlikdən, burada da yenə çarəsiz. Deyir ki, çarəsiz olduğundan qəbullanır belədir. Xeyr, əziz valideynlər, yolu bu deyil. Heç bir inkişaf problemli uşağı vuraraq, döyərək, qışqıraraq təlimə adaptasiya etmək düzgün deyildir. Bu sadəcə heç bir biliyi, savadı, akademik bacarığı olmayan, özünü mütəxəssis deyən şəxsin vəziyyətdən çıxmaq üçün özündən uydurduğu bir, belə deyək də, yalançı bir yoldur, uyğun olmayan bir yoldur. Özü üçün rahatdır, qışqırır, o qorxusundan oturur, nəyisə əmr eləyir, yazır. İnanın ki, bunu siz qonşudan kimsə çağırsanız, heç bir təhsili olmayan bir məsmə alanda çağırsanız, ona da desəz buna qışqır, yazı yazsın, qışqırsa yazını yazacaq. Ona görə yəni düzgün təlim bu deyildir. Valideynlərin oyun əsaslı təlimə yaxud da digər təlim üsullarına yanaşması necədir? Bir danışaq məktəbdən, bir də danışaq tədris mərkəzində. Məktəb elə bir mühitdir ki, yəni açıq deyək də, mənim 15 şagirdim olsa da mən eyni maaşı dövlət mənə verəcək, 30 şagirdim olsa da. Yəni burada müəllimin bir belə deyim, narahatlığı yoxdur ki,
Mənim sinifimdə kimsə gedəcək, kimsə qalacaq. Və proses necə olur? İndi məni əksər valideynlər tanıyırlar sosial şəbəkələrdən, yaxud da bilirlər ki, artıq hansı metodla dərs keçirəm. Amma tanınmayan bir müəllim üçün, elə mənim üçün də tanınmayan valideynlər təbii ki, həmişə olur. Deməli necə olur? Sinifə məsələn 30-40 nəfər gəlir. Biz bir-birimizi bir müddət tanıyırıq. Mənə və mənim təlim üsullarıma uyğun gələn şəxslər, valideynlər. Siz də yaxşı bilirsiniz ki, biz 30-40 bizim valideynlərimiz 25 plus yaşlı xanımlardır, düzdürmü? Mənim bu yaşdan sonra kiminsə düşüncə tərzini dəyişdirmək kimi bir şansım yoxdur. O övladı üçün ən yaxşısı nə olduğunu özü bilir və öz düşüncəsi budur. Ona görə də kimlər ki mənə və mənim təlim üsuluma uyğundursa, bir neçə ay ərzində artıq ələnmə prosesi gedir və mənə ən uyğun olan valideynlər, ailələr mənimlə qalır. Bu bütün müəllimlər üçün belədir. Amma bir müddətdən sonra, yəni sinif formalaşır belə deyək. Artıq heç bir valideyn gəlib demir ki, siz niyə belə dərs keçirsiniz? Artıq biz bir-birimizə uyğunlaşırıq. Amma təlim tədris mərkəzində belədir ki, biraz vəziyyət fərqlidir. Ödəniş məsələsi var. Özəldir. Yəni seçim valideynindir də belə deyək. Amma seçim valideynin olsa da yenə də dönə-dönə hər zaman bunun arxasındayam ki, hər bir ana öz uşağına layiq olduğu təlim tədris prosesini seçir. Bu onun öz seçimidir. Yenə də məsələn uşağını qışqırdaraq, döydürərək dərs keçən valideyn uşağını onu layiq görür və o valideyni çətin biz məsəl üçün tamam izah eləyirik. Onundan 3-ü başa düşür ki, doğrudan bu yanlış bir yoldur. Amma onundan 7-si, hansı ki bu üsulu seçən onundan 7-si fikirləşir ki, sona qədər bu yolu tutsam daha yaxşı olacaq ki, heç vaxt da yaxşı olmur. Ən ağır hal bilirsiniz nədir? Mən bayaq dedim, məni tanıyırlar, bilirlər ki, mənim təlim üsulum budur və valideyn seçim edir. Bu müəlliməyə getsin, yoxsa bu müəllimə. Ən pis hal odur ki, valideyn müəllimi bir cür tanıyır. Sonra görür ki, yox, tanıdığım kimi deyilmiş. Onda valideyn ilin ortasında qalır belə ki, uşağımı hara aparım? Çünki bu valideyn onsuz da xüsusi uşağına məktəbi illər o doğulandan axtarır ki, mən gələcəkdə mənim uşağım harda oxuyacaq. Və təsəvvür eləyin ki, çox sevinir ki, artıq mən məktəb tapdım, sinif tapdım, müəllim tapdım, mənim uşağım məktəbə gedəcək. Amma geri gedir və görür ki, heç də o deyil. Bu çox ən ağır situasiya budur ki, ilin ortasında valideyn qalır çarəsiz ki, indi bu necə olacaq? Ümumiyyətlə bir də valideynlərin nəticə gözləmə prosesi də dəyişkəndir. Mən məsələn bu indi çıxışımı daha çox yönləndirmək istəyirəm mütəxəssislərə, pedaqoqlara, psixoloqlara ki, onlar bəzən çalışırlar, xüsusən oyun təməlli çalışırlar və valideynlər tərəfindən yetəri qiymətləndirilmir. Ola bilər sizin də başınıza gəlib. Amma məsələ bilirsiniz nədən ibarətdir? Məsələn, belə götürək də, mənim də uşağım 1-ci sinifə gedir, sizin də uşağınız 1-ci sinifə gedir. Mənim çox yaxşı təhsil, qızımın və oğlumun yaxşı akademik bir təhsil ili ondan ibarətdir ki, məsələn, ilin sonunda gəlsin mənə məktəbdə olanlardan danışsın, dostları ilə münasibətlərindən danışsın, məktəbdəki aktivitelərdə necə çıxış etdiyindən danışsın, amma qiymətləri o qədər də qənaətbəxş olmasın. Sizin gözləntiniz ola bilər ki, məktəbin sonunda uşağınızın nə danışdığı yox, neçə şeir bildiyi, neçə nağıl bildiyi, vurma cədvəlini axıra kimi bilirmi, xətti yaxşıdırmı, bunlar olsun. Gözləntilər biraz valideyndən valideynə dəyişə bilir. Bu səbəbdən də oyun terapisi bir çox valideyn üçün ona görə zaten qəbul olunmur. Bu tək bizdə deyil. Yəni dünyanı gəzən biri kimi deyə bilərəm ki, dünyanın bir çox yerində bu səbəbdən oyun terapiyası çox da qəbul olunan deyil. Yəni gec-gec həzm olunur. Amma məsələn mən bu yaxınlarda Finlandiyada oldum. Finlandiyaya nəyə görə getdim? Çünki bizdə Azərbaycanda bir çoxları tərəfindən Finlandiya məktəbə qədər təhsil adı altında uyğunsuz təlimlər keçirilir və bunda necə oldu? Yəni çox istədim bunu danışım. Bir CV qəbul edirdik işə və bir xanım məndə CV-lə gəldi ki, mən Finlandiya məktəbə qədər hazırlıq proqramı keçmişəm. Suallar verdim əlaqəsiz bir şəkildə. Bildiyiniz akademik çalışmalar, 1-2 dənə duyu dərsi, sensor dərs falan çalışır. Xanıma izah eləməyə çalışdım, amma yenə də özüm də bəzi şeylərdən əmin olmaq üçün yəni ki, bu qədər maddi xərc, bu qədər yol getdim və orada da həqiqətən əmin oldum ki, biz düz yoldayıq. İnşallah ki, əminəm ki, Azərbaycan da bundan sonra çox yaxşı vəziyyətə gələcək. Məsələn, onlar üçün gün ərzində
İşte ay ərzində şeir, nağıl, hər hansı bir akademik bir materialın mənimsənib əzbərlənməsi önəmli deyil. Hətta qızlara zarafat edirəm. Deyirəm ki, qızlar, uşaqlar bir 4-5 qat geyinirlər. Təsəvvür edin ki, necə olur? Deməli, uşaqlar oyun oynayır, sadəcə oyun oynayır, kitab oxuyurlar, oynayırlar, fikir mübadiləsi edirlər. Daha sonra vaxt gəlir və uşaqlar gedirlər qapının yanına, başlar geyinməyə. Təsəvvür edin ki, yarım saat geyinmə prosesi gedir. Çünki orada qışdır, qardır, işte uşaqlar papaq, kofta, kurtka geyinirlər. Çıxdılar həyətə, 1 saat oynadılar, bir saat yarım oynadılar, gəldilər, bir yarım saatda soyunma prosesi gedir. Yəni bir 2-3 saat getdi. Müəllim heç rahatsız olmur, müəllim heç narahat olmur ki, qışqırım, yığın bunları bir araya toplayın. Başa düşürsüz? Çox disiplinli, özlərini idarə edə biləcək səviyyəyə gəlirlər. Bu gün müəllimlərin ən çox şikayət etdiyi nədir? Uşaqlar sinifdə oturmur, uşaq sinifdə qaçır, uşaq sinifdə müəllimə tabe olmur. Bunun da hazırlığı düzgün gedən məktəb bağça dönəmi, düzgün gedən məktəbə hazırlıq dönəmi və bu da axıcı bir formada olmalıdır. Bunun olmamağının səbəbi də qeyri-peşəkarların valideynləri yanlış yönləndirməsidir. Tamam mı? Yəni məsələn sizin kimi müəllimlər izah edir, işte oyunun əhəmiyyətini izah eləyir. Yox və bəlkə də nə bilim kütləsi geniş olan, sosial bu dəqiqə yoldaşımın bir sözü var, deyir sənin sosial medianın nə qədərdirsə bu gün sən osan da, yəni kütlənin nə qədərdirsə bu gün sən ol. Çox təəssüf ki, yəni bəzən kütlənin təbliğ etdiyini valideyn mənimsəyir, kitab oxumaqdansa, yaxşı mütəxəssis, pis mütəxəssisdən seçib qərar verməkdənsə qəbul edir ki, budur və o çərçivədə uşağını böyütməyə çalışır və uşaq da əslində ruhən o çərçivəyə sığmır axı. O oynamalıdır, öyrənməlidir, əylənməlidir. O rəqəmləri yəni oynayaraq öyrənməlidir. Bir tərəfdən deyirik ki, yox, dərslər verilməlidir, tapşırıq edilməlidir, müəllim qışqırmalıdır, müəllim uşağı danlamalıdır, müəllimin yanında belə durmalıdır və aləm də dəyir bir-birinə. Ümumiyyətlə təhsil, bir də terapiya elə bir prosesdir ki, nəticəsi uzun müddətdən sonra görünən bir prosesdir. Hətta təhsildə aparılan islahatlar da elə bir şeydir ki, məsələn, bu gün birinci sinif məktəb ibtidai təhsil sistemində bir islahat aparılıbsa, biz bunun nəticəsini 10 ildən sonra görəcəyik. Çünki 11-ci sinifi bitirəndə, bu sistemlə təhsil alan uşaqlar belə yetişdilər. Bu indi siz dediniz ki, dünyanın digər ölkələrində də belədir. Mən Azərbaycanda daha çox bunun baskın olduğunu düşünürəm. Bizim valideynlərimiz biraz səbirsizdirlər. Hətta rayon yerlərində sizin də Gəncədə filialınız var. Bizim Balakən filialında da biz eyni problemlə qarşılaşırıq ki, valideyn hətta bir seans sonra nəticə gözləyir ki, indi nə olacaq? Təhsildə də belədir, məktəblərdə də vəziyyət belədir ki, valideynlər çox narahatdırlar. Məsələn, məktəbə qədər də nə vaxt yazacaq? Çox narahatdırlar. O ki, qaldı hər hansı bir ölkənin təhsil sistemini gətirib bizim ölkədə tətbiq eləməyimiz ki, filan ölkə bu üsullardan istifadə eləyir. Bu terapiya üsullarında da var, hətta test dəyərləndirmələrində də var. Siz bu barədə mənə məlumat vermişdiniz hətta ki, bu heç də obyektiv nəticələrə gətirib çıxarmır. Yəni hansısa bir ölkənin təhsil sistemi, məsələn, sizin dediyiniz Finlandiyadakı həmin o prosesləri biz öz bağçalarımıza gətirsək, valideyn bilirsiniz, valideyn uşaq dərsdən çıxanda əlində kağız gözləyir ki, görün bu gün nə yazıblar, nə rəngləyiblər. Biz bunu çox yaşamışıq. Biz oyun məktəbində də sizinlə bir yerdə yaşamışıq. Məsələn, yataq mövzusunda, yəni getdiyim müəssisələrdə otağın temperaturu 20-22 dərəcədir. Otaq yəni yetəri qədər sərindir, belə deyək. Uşaqlar ayaqyalın gəzirlər və uşaqlar yatdığı nazik matraslarda özləri açır, özləri uzanır, istirahət eləyir. Amma biz məsəl üçün eyni prosesi 24-25 dərəcədə eləyəndə belə bizə şikayətlər gəlməyə başladı. Necə ola bilər mənim uşağım yerdə uzana bilər? Necə yəni kravat yoxdur, işte 18 santimlik matrasınız yoxdur, üstü niyə örtülmür? Yəni bunlar əziz valideynlər, yəni bunu qınamaq üçün yox da, bunu maariflənməyiniz üçün deyirik. Bu kimi uşağınızı qorumağa çalışdıqca onun immunitetini zəiflədirsiniz. Tibbi immunitetdən söhbət getmir. Söhbət onun cəmiyyətdə sağlam, tutarlı, dözümlü bir vətəndaş olmasının qarşısını alırsınız. Yəni buna görə də uşaqlarımız hal-hazırda daha dözümsüz, daha belə işi sona çatdıran gənclərimiz artıq azalmağa başlayıb. Yəqin bunu biz məsələn hər ikimiz sadəcə mütəxəssis deyilik də. Biz eyni zamanda da bir iş xanımıyıq. Bizim bir müəssisəmiz var. Biz orada CV qəbul edirik, gəncləri işlə təmin edirik və digər bunun kimi. Yəni gücümüz çatdığı qədər. İşi yarımçıq qoyan gənclər yəni
gənclər yetişib yəni. Otağın temperaturundan narahat olub işdən çıxanlar, çıxmaq istəyənlər. Siz bilirsiniz, mən bu yaxınlarda bir nəfər işə götürdüm. Mərkəzimiz 3 mərtəbəlidir deyə işə gəlmək istəmədi ki, mən otaq siz mənə 3-cü mərtəbədə verirsiniz. Mən hər dəfə onu çıxıb düşə bilməyəcəm. Yəni bu bilirsiniz, bu mənim üçün tamam anlıq bir şok ola bilər. İşte o qız da məndən sağollaşdı, getdi və yəni mənim həyatımda yoxdur da, amma onun gələcəyi, yəni görün özünə necə bir məhdudiyyət qoyur ki, 3-cü mərtəbədə otaq verəcəksiniz, mən hər dəfə çıxıb düşə bilmərəm. Və bu kimi gənclərin zaten valideynləri erkən yaş dövründə əsas yazsın, əsas oxusun, əsas bir də hanı vərəqə vacib deyil, qoy 20 santimlik matrasda yatsın, üstün örtün. Bu kimi davranışlardır və onlar həyata qarşı müqavimətsiz olurlar. Bu çox üzücüdür. Ona görə də dediyim kimi hər hansı bir ölkənin çünki mentalitet məsələsi var uşaqların. Bizim məsələn nənə babamız uşaqların üstü açıq yatmağını çox qorxulu bir şey kimi qarşılayır, amma məsələn Finlandiyada deyirsiniz belədir. Ona görə də Sinqapurun məsələn təhsil sistemi çox bilirsiniz ki, öndədir. Eyni zamanda Finlandiyada olduğu kimi. Amma məsələn biz o təhsil sistemlərini gətirib, onlarda çox uğurlu nəticələr verib gəlin biz də belə eləyək. Bu zaman alan. Hə, bu dəqiqə əlbəttə ki, olmayacaq. Bir də belə bir şey deyim. Bilsəm ki, məsələn, bilsək ki, indi siz gedib görmüsüz də real, mənə də çox danışmısınız bu barədə, ona görə deyirəm. Bilsəm ki, məsələn, ordakını gətirib eynisini kopyalayacağıq, məsələn, belə deyimi dərd yarı. Amma bir də var ki, insanlar Finlandiya yaxud da Sinqapur təhsil sistemi yaxud da oyunla təlimi maraqlı materiallarda, oyuncaqlarda, rəngarəng vərəqlərdə görürlər. Ən qorxulusu budur. Bir var ki, heç olmasa olduğu kimi gedəsən, görəsən, təcrübə edəsən. Məsələn, sabah Anara Quliyeva Finlandiya təhsilini yaxud da hər hansı bir terapi üsulu, nəsə bir şey təqdim eləsə, bu çox realdır bizim üçün ki, adam gedib, görüb və tətbiq eləyir. Amma en qədər belə mütəxəssis var ki, adı çox reytinqlərdə üstündür deyə Finlandiyanın, Sinqapurun yaxud da digər ölkələrin təhsil sisteminin adından istifadə eləmək halları var. Məncə ən qorxulusu budur. Yəni yanlış təbliğ edilir deyə nəticəsi əlbəttə ki, pis olacaq. Bəli, bu belədir. Bu belə zaten bunun da səbəbi bundan əvvəlki dövrlərdə də mən məsələn verilişlərdə falan, köhnə verilişlərdə falan baxırdım. Hətta bir dənə belə bir müzakirəli veriliş var, YouTube-da da var. Məsələn, orada mütəxəssislər deyir ki, əsas uşağın təhsilidir. Bu çoxdanın olan bir məsələdir. Bu günlərdə hətta o fikir qalıb ki, bir çox valideyndə məsələn uşağım əlini ağdan qaraya vurmasın. O mənim üçün əsas onun təhsilidir. Hətta var da məsələn bəzən analar olur, deyir ki, mən qızıma heç bir iş gördürmürəm. Əsas odur ki, onun dərsini get, dərsini oxu, heç bir iş görmə. Halbuki bu dərs motivasiyasını, dərs istəyini aşağı salan faktorlardan biridir. Çünki uşaq eyni zamanda da onun bədəninin, təbiətin ona verdiyi bəzi davranış qəliblərini həyata keçirməlidir. Yatağını toplamalıdır, işte qabını yumalıdır, ayaqqabılarını düzənə qoymalıdır, özünə xidmət bacarığı etməlidir ki, təhsilə olan istəyi də artmağa başlasın. Biz öz uşaqlıq dövrümüzdə əslində analarımız bir çox şey bilmədən düz eləyiblər. Bəli. Öz uşaqlığımızı xatırlayanda məsələn qız uşağı varsa evdə, ya da 7-8 yaşı oldusa, bacardığı hər şey görməlidir. Yəni mənim anamda da bu yanaşma var idi. Mən bəzən əslində bu davam etməlidir. Bu birmənalı davam etməlidir ki, uşaqların təhsil sistemində yaxşı vəziyyətə gəlsin. Çox fərqli bir macəraya danışığımız yönəldi, amma həqiqətən çox yaxşı oldu. Çünki normalda düşünürəm ki, sadəcə auto inspektor pozuntusundan deyil, təhsil prosesindən biz danışmağa davam etməliyik. İnşallah növbəti podkastlarda yenə danışacağıq. Çünki niyə? Çünki vaxtımız artıq yekunlaşır. Amma istəyərdim son söz olaraq yenə qayıdaq başlanğıca. Autizm parta arxasında diaqnozlu övladı olan analara təhsil yolunda necə bir məsləhət vermək istəyirdiniz? Ondan danışın və yekunlaşdıraq. Çox təəssüflər olsun ki, yəni mən bunu həmişə təkrar deyirəm. Çox təəssüflər olsun ki, artıq bu mövzu çox qlobal, çox lazımlı, çox önəmli mövzudur. Düzdür, bəzi işbazlar bu mövzunun başlığını başqa məqsədlərlə də istifadə edirlər, amma sırf analar öz övladını düşünərək başa düşməlidirlər ki, onlar tək deyillər. Bu gün dünyada özünüz də bilirsiniz ki, statistik olaraq spektr pozuntusunun sayı get-gedə artmaqdadır. Səbəbini bilmirik təəssüf ki. Ona görə artıq onları təhsildən kənar saxlamaq üçün bir şansımız yoxdur. Müəllim, valideyn olaraq, hətta sistem olaraq artıq özümüzü məcbur buna hazırlamalıyıq ki,
mənim sinifimdə sabah autizmli uşaq da otursun, zəka yetersizliyi olan bir uşaq da otura bilsin, tam sağlam olan bir uşaq da otura bilsin. Başqa yolumuz yoxdur. Mənim sizə deyəcəyim belə bir məqam var. Mən istəyirəm valideynlərə bildirim ki, övladı olan hər bir ana çox istəyər ki, o özünə desin ki, mən yaxşı anayam. Yaxşı ana demək üçün əslində faktorlar çox dəyişkəndir də. Yaxşı ana hər kəsə görə dəyişir, şəraitə, mühitə, ölkəyə. Amma mənə görə dəyişməyən çox önəmli bir faktor var ki, bunu icra edən valideynlər həqiqətən yaxşı ana sayıla bilər. Bir övladının bir sonrakı dönəmini öncədən planlamaq. Bunu edən valideyn hər ehtimalda yaxşı anadır. Dünyaya gəlibsə, oturmağına qədər olan dönəmi planlayırsan. Oturursa, yeriməyinə qədər olan dönəmi planlayırsan, düzgün necə getsin. Yeriyirsə, bağçaya gedən dönəmi, bağçaya gedirsə, məktəbə qədər dönəmi, məktəbə qədərə gedirsə, məktəb dönəmini öncədən planlamalıyıq. Necə ki, bizdə çox vaxt, daha çox artıq məktəbin sonunda tələbəliyini planlayırlar ki, yaxşı oxusun, getsin kurslara, əlavə dərs alsın ki, tələbə olsun. Amma bu uşağın yaxşı şagird olmağını da planlaya bilərik. Eyni şəkildə də bu xüsusi övladı olan analara da aiddir. Mütləq planlayın. Heç bir halda görək məktəbə gedəndə nə olacaq ifadəsini işlətməyin. Çünki bu çox gəlir. İşte uşaq danışmır, anlaması, qavraması zəifdir, stereotipi var. Deyir, gözləyək görək məktəbə qədər dönəmdə məktəbdə nə olacaq və göndərirlər məktəbə. Çox təəssüflər olsun ki, yaxşı müəllimlər olsa da, gözəl ortam olsa da, savadlı müəllim olsa da, bəzən uşaq nə etsən də, nə istifadə etsən də, hansı texnikaları, hansı metodları istifadə etsən də, bəzən çətin ola bilər. Bu da hansı uşaqlara aiddir? Məktəbə qədər dönəmə də övladını düşünməyən valideyn, onun inkişafını düşünməyən valideyn. Buna görə əziz valideynlər, hər birinizin, əslində bu Mədinə xanımın sloqanıdır, hər birinizin övladı parta arxasında otura bilər. Yəni insan elə bir varlıqdır ki, onu parta arxasında otuzdura bilərsən, dərsi dinləyə bilərsən. Mən fərqli bir nümunə çəkib heç kəsin qəlbini qırmaq istəmirəm, amma əmin olun, insan elə bir varlıqdır ki, akademik dönəmində o parta arxasında oturub bu müəllimi dinləyəcək, yəni bacarıq vardır da, ən ağırında da, ən ağır diaqnozda belə vardır. Buna görə də çalışın, düzgün yol gedin, çalışın, düzgün mütəxəssislə qarşılaşın, çalışın məktəbə qədər dönəmdə proseslərin böyük bir qismini həll edin ki, uşağın yeni həyatı, yəni yeni sosial həyatı sizin üçün də, müəllim üçün də çətin olmasın. Çox sağ olun Mədinə xanım, gəldiniz. Amma bu mövzunu mütləq davam etdirəcəyik. Mən də ən son bayaq siz dediyiniz o planlamaq məsələsinə toxunmaq istəyirəm. Mənə düzdür, indi maarifli xanımlarımız çoxdur. Analar şükürlər olsun ki, əvvələ nisbətən çox maariflidirlər. Amma yenə də olur da ara-sıra. Məsələn, dəyərləndirməyə gətirir, yaxud da müəyyən suallar Instagram üzərindən verir və baxıram ki, hələ ki düşünür. İndi 4 yaşı var, qoy 5 yaş olsun, baxaram. Yəni bu dırnağın korreksiyası, bu saçımızın rəngi deyil ki, biz bunu deyək ki, vaxtım olanda gedərəm. Bu mövzuya çox yaxşı toxundunuz ki, bu elə bir şeydir ki, bunu nəinki bir il, bir gün, bir ay belə ləng etmək olmaz. Əgər mən bilirəmsə ki, uşağımın inkişafı geridir, bayaq biz dedək, yaş da gedir. Ona görə bunu qətiyyən zamana buraxmaq, gözləyək ki, görüm necə olacaq. Yəni bu çox riskli bir mövzudur və xüsusən də inkişaf problemi olan valideynlərin belə bir lüksü yoxdur, təəssüflər olsun. Ona görə də vaxtında hiss elədikləri anda üstünə düşmək, əgər elə olarsa, bir dəfə mən sizə yadınızdaca belə bir sual vermişdim ki, hansı uşağı öyrədə bilməyəcəm? Demişdiniz ki, öyrədə bilməyəcəyim bir uşaq yoxdur. Və ondan hardasa 2-3 il müddət keçib və bundan sonra mən mərkəzim oldu, daha çox uşaqla tanış oldum və gördüm ki, həqiqətən də öyrədilə bilməyəcək bir uşaq yoxdur. Belə bir şey yoxdur. İnsan övladı illaki öyrənir. Az, çox, geniş, dar, amma mütləq öyrənir, amma yaxşı mütəxəssislərinə düşməlidir belə. Hər bir valideynə istər bağçada, istər məktəbdə, istər universitet həyatında yaxşı pedaqoqla qarşılanmaq, yaxşı müəllimlə qarşılaşmağı arzu edirəm belə. Hələlik çox sağ olun, təşəkkür edirəm, görüşərik.